Salam, bugün 8-ci sinif Azərbaycan dili suallarının izahına baxırıq. Ümid edirəm ki, mətni hər biriniz diqqətlə oxumusunuz. İndi isə keçək mətnin izahına və cavablarımıza. Birinci, biri mətnin adı ola bilməz, üsyana çağırış qətiyyən yanlış cavabımızdır. Mətnə üsyana çağırış yoxdur. İkinci, verilmiş cümlələri qarşısına rəqəm yazılmış hansı abzasın sonunu artırmaqla mətni genişləndirmək daha məqsəd uyğundur. Baxın 4-cü abzasa. Burada Musa kişi özünün qocalığından, dərd qəmindən danışır. Oğul dedi, gecə-gündüz fikrim, zikrim o uşaqlardır. Məni qocaldan da el onların dərd edir. Hələ yaşım 40 olmayıb, amma 80 yaşında qocadan pis gündəyəm. Arxası isə bunu yaza bilirik. Saç saqqal ağarıb, az qalıb beldə bükülsün. Qısacası D variantı. 3-də, mətnə əsasən cədvəldəki yanlış bəndi müəyyən edin. Baxın, burada ayağa qalxmaq ifadəsi bu cümlədə. Görək, axırı nə olacaq? Oğul dedi və ayağa qalxdı. Dur, işimizi qurtaraq. Burada hərəkata başlamaq, üsyan etmək mənasında deyil. 4-də, biri Musa kişiyə aid edilə bilməz. Mətni oxuyan onun kasıb insan olduğunu bildi. Baş verən hadisələri düzgün analiz edə bildiyini gördü. Uşaqların təhsil almağını istədiyini gördü. Yaşlı olmasa da çətinliklərin onu qocaltdığını düşünür. Bu da doğrudur. E variantında isə yanlışlıq var. Deyir ki, insanların zəhmətkeş olmasını, onların əkin biçinə məşğul olmasını doğru hesab etmir. Bu isə yanlış cavabımızdır. 5-də, çərçivə daxilində verilmiş sözün mətnə fərqli mənada, yəni həqiqidirsə məcazi, məcazi isə həqiqi mənada işləndiyini istəyir. Dərin bir kədər, çərçivə daxilindəki sözümüz budur. Cümlə daxilində dərin bir kədər məcazi mənadadır. Həqiqi mənada isə dərin buruq. C variantı doğrudur. 6. Kursu ilə verilmiş cümlədən bizdə nə istəyir? Kursu ilə verilən cümlədən məyusluq sözün yaxın mənasını istəyir. Məyusluq, buraya yazırsınız, ümidsizlik. Ümidsizlik. Olur düzgün cavabımız. Sonra 7-də hansı bəndəki söz eyni anda həm mənsubiyyət, həm də hal şəkilçisini qəbul etmişdir. Deməli, dağlardan sözünə yanlış çıxış tıxaldı. Arzusudur, onun arzusudur. Mənsubiyyət və xəbərlik şəkilçisini qəbul edib. İnsanın yiyəlik hal, şəffaf da heç nə yoxdur. Yaşını, onun yaşını və ya sənin yaşını bu cür düşünürük. Olur bizim həm hal, həm də mənsubiyyət şəkilçili sözümüz. Mənsubiyyət, isə təslik hal şəkilçisidir. İndi baxaq növbəti suallarımıza. Yaşını sözünü dairəyə alaq, cavabımız bilindi. Fərqləndirilmiş sözün kökündəki qapalı sayt ismin hal şəkilçisinə görə düşmüşdür. İsimdə belə bir cədvəl var. 2 hecalı sözlərdə saytın düşməsi. Milli mənşəli sözlərdə çoxu bədən üzvüdür, bunu demişdik. Alın, çiyin, beyin. Bunlar yalnız mənsubiyyətə saytını itirən sözlər idi. Digər cədvəl isə ərəb-fərs mənşəli alınma sözlərdə isə həm halda, həm mənsubiyyətə saytını itirirdi. B bəndində cisminə düşüb vəlvələ, onun cisminə yanlışdır. A bəndində isə əzilən bir sinfin hayqıran səsi, bu artıq olur yiyəlik hal şəkilçisi. Sonra 9-da mürəkkəb ismin yazılışına səhv yol verilmişdir. Mürəkkəb ismlər ya ayrı yazılmalı, ya bitişik yazılmalı, ya defislə yazılmalıdır. Ayrı-ayrı yazılan mürəkkəb ismimiz yoxdur. Aşsüzən doğru yazılıb. Ağrı acı yanlış yazılıb, defislə olmalıydı. Bu səhv verilib. Oğul uşaq doğrudur. Meşəbəyi doğrudur. Oğul uşaq doğrudur. Kol-köz doğrudur. B bəndə isə defislə yazılmalıydı. 10-da ümidvaram ki, bizim oğlumuz bir də həbsxana üzü görməyəcək. Zindan sözünü əvəz eləmək olar. Çünki hər ikisi isimdir. 11. Mücərrəd ismi istəyir. Gözlə görmədiyimiz isimlər mücərrəd isimlərdir. O da xəyal sözü. 12. Bəndlərin birində açılmaq sözü həqiqi mənadadır. E variantına baxın. Qalanın qapıları açıldı. Frazeoloji amonim istəyir. Frazeoloji birləşməyə başlayanda 7 dənə amonimlik var idi oradan. Demişdim, bunu diqqətlə oxuyun. Diqqətlə oxuyan söz verməyin 2 fərqli mənası olduğunu bilib yazacaq. 14. Çörək otu olacaq çörək otu. Düzgün tələffüzündə. Çörək otu. Transkripsiyada alaq. Bizə deyir ki, işlənməmişdir. K səsi yoxdur. Qonaqlıq sözün. Dəmran silin. Deməli, qonaqlıq sözünün düzgün tələffüzü qonaqlıq şəklindədir. Buradan yazaq. Qonaqlıq. Sözün tələffüzünü yazdıq. Bununla bağlı doğru fikir istəyir.
Səs və hərf tərkibi fərqlənmir, yanlışdır. Ahəng qanı tabe deyil, yanlışdır, tabedir. Kar qarşılığı olmayan cingil samit işlənməyib, xeyr, n da var, l da var. Getdi. Səhvdir. 2. İncə sad işlənmişdir, səhvdir. Cingiltili ğ samitinin kar qarşılığı, bəli, ğ-nın qarşılığı x-dır. 2 dəfə də burada işlənib. İndi növbət sualımıza keçək. Hansı cümlədə üz sözü uşaqlar göldə üzürdülər cümləsindəki üzlə amonimi təşkil edir? Baxın, burada göldə üzmək, üz sözünün hansı mənaları var? Həqiqi. Amonimlə geniş söhbət. Bir insanın üzü, bir dənizdə üzmək, bir də meyvəli ağacdan üzmək mənasında. A variantında məcazi mənadadır. Üzürsən qoyunda xoş xəyalların, məcazi mənadadır. Başımızı üzsən təyyarə üzüb keçdi, təyyarə üzmür, yanlışdır. İstəsən çəməndəki o güllərin ən gözəlini sənin üçün üzərəm. Yadınızdadsa mən demişdim ki, meyvəni qopartmaq mənasında olanda həqiqi mənadır. C variantımız doğrudur. Sonra, hansı isim cəm şəkilçisi qəbul edə bilmir? Lar-lər şəkilçisini hansılara tuta bilirəm? Əkinçilər, binalar, qələmlər, sürülər. Amma boyaqçılıqlar deyə bilmirəm, yanlışdır. Növbət sualımız. Hansı cümlədə fərqləndirilmiş sözə bir-birlə münasibətdə antonimdir? Yəqin ki, oxuyur-oxumursan inkar şəkilçisi olduğu üçün çıxacaqsınız. Zəhərlə şirin antonim olmur. Nəyə görə? Çünki zəhər isimdir, şirin sifətdir. Götürmürük. Getdin, getmədin inkar şəkilçisi ilə sayılmır. Vəfalı, vəfasız sayılmır. Əsas yardımçı doğru cavabımızdır. Hansı cümlədəki qeyri-müəyyənlik halda olan sözü müəyyənlik hala çevirmək olur? Təbii ki, məktəb direktoru, məktəbin direktoru. Yalnız burada 2 yazırsınız, düzgün cavabımız. Növbəti mətnimizə baxaq. Jules Verne mətni çox maraqlı mətindir. Ümid edirəm ki, bu mətndə cavablarını düzgün eləyəcəksiniz. Biri deyir ki, 20-də. Mətnə əsasən yanlış fikirdir. Mətni oxuyan Jules Verne'in anada olduğu şəhərdə dəfn edilmişdir fikrinin yanlış olduğunu görəcək. Çünki baxın, birinci cümlədə Fransanın Nantes şəhərində anadan olub, sonuncu abzasda isə Amiens şəhərində şəkər xəstəsinin dünyasında yaşır və evinin yaxınlığı dəfn edilir. Anada olduğu yer Nantes şəhərdir, dəfn olduğu yer Amiensdir. 20-də A variantı da yanlış. Yanlış olmamız A bəndi. Sonra, mətnə əsasən cədvəli doldurun. Jules Verne pyeslər yazır və ilk teatr əsərini 12 iyun 1850-ci ilə səhnəyə qoyur. Deməli, burada cavabımız Parisdə Victor Hugo ilə Alexander Dumas kimi ədiblərlə şəxsən tanış olub. Ondan sonra da bu cür əsərlər yazır. Doğru cavabımız budur. 22. Mətnin ikinci abzasına verilmiş hansı məlumat sonuncu abzasa təksib olunur? Mətnin ikinci abzasına verilib ki, Jules Verne heç vaxt xəstəlik yüzü görməyib. Amma sonuncu abzasa yazılıb ki, şəkər xəstəliyindən vəfat edir. Deməli, bu xəstəlik yüzü görmürsə, necə şəkər xəstəliyindən vəfat edir? Bu artıq onun təksib edilən fikridir. 23. Tünd hərflər verilmiş ifadənin birində məcazilik yoxdur. Deməli, böyük maraq məcazidir, söz vermək məcazidir, dünyasını dəyişmək məcazidir, qələm almaq həmçinin geri qaytarılır. Cümlə bu cürdür ki, gəmidən onlar atası ilə birlikdə geri qaytarılır. Bu artıq həqiqi mənadadır. 24-də çərçivə daxilində verilmiş sözün, deməli, çərçivə daxilində verilən sözümüz tanıdığı sözdür. Şəxsən tanıdığı Victor Hugo. Kontekstdəki mənasının eyni mənada işlənilməsini istəyir. İnsan dostla düşməni tanımağa bacarmalıdır. Həmin mənada işlənilməz budur. 25-də mətnin məzmununa əsasən nöqtəyə yenə cavab kağızına uyğun ifadə yazmaqla cümləni tamamlayın. Cümləmiz bu cürdür ki, Jules Verne'in adı UNESCO-nun Index Translation layihəsində bütün dövrlərin ən çox tərcümə edilmiş müəlliflər siyahısında ikinci yerdə yer almışdır. Yer almışdır. Yaza bilərsiniz. Yer almışdır. Və yaxud da ki, yazılmışdır. Bu kimi ifadələr doğrudur. Bu da bizim sınavımızın izahı.